Əssəlamu aleykum. Növbəti dərsimizdə yeni hərflərə baxacağıq. Bugünkü hərflərimiz keçən dəfəki hərflərimizə bənzərdir. Sadəcə biraz forması, yəni necə deyim, keçən dərsdə demişdim, uzun yazılır. Keçən dərs dəl və zəl hərfini keçmişdik. Bu gün isə ra və zə hərfini keçəcəyik. Burada zəyə zeyn də deyirlər, zeyn hərfi. Yəni iki cür adlanır. Ümumiyyətlə z səsini çıxardır. Yəni z səsini verən üç cür hərf var ərəb dilində. Biri keçən dərs öyrəndiyimiz zəl, yəni pəltək olan. Biri bugün öyrəndiyimiz zə hərfidir. Biri də başqa bir hərfdir. O da qalın za hərfidir. İndi onu da keçəndə deyəcəm, elə deməyim ki, qarışmasın. Yəni məsələn s hərfi də, məsələn f hərfi keçmişdi. Bunun da s səsini verən 3 dənə hərf var. Amma məsələn qalın, pəltə, incə olduğuna görə fərqlənirlər. İndi bu günlərim ra və zə hərfini keçəcəyik. Birinci ra hərfindən başlayaq. Bu hərfdir ra. Ra hərfi demək olar ki, biraz belə necə deyim, fərqli hərfdir. Çünki onun həm qalın, həm incə tələffüz etmək olur. Özündən sonra heç bir hərflə birləşmir. Necə səslənir onu deyim. Əvvəlcə ra hərfini yazaq. Ra hərfi r səsini verir. R bax necə olur. R elə bil vibrasiyadan çıxan kimi çıxır. R titrəyir səs. Belə deyək ki, dilin ucunu yuxarı kəsici dişlərin demək kökünə toxundurursan. Bax belə məşq eləyə bilərsiniz. Necə deyim, titrəşim, vibrasiyada telefon necə çıxır səsi belə. Elə bil səs titrəyir. İndi bunu belə öyrənirsiniz ki, sonra məsələn söz daxilində tələffüz eləyəndə rahat olsun sizə. Deməli, ra özündən sonra heç bir hərflə birləşmir. Keçən dərs öyrəndiyimiz dəl və zəl hərfləri də heç bir hərflə birləşmirdi. Ra hərfi də belədir. Həmçinin zə hərfi də. Yəni əlif hərfi kimi bu 4 hərf də belədir. Özündən sonra heç bir hərflə birləşmir. Bu o deməkdir ki, cür yazacaqlar. Ra hərfi necə yazılır? Bax, məsələn biraz bunu böyüdüm. Məsələn keçən dəfə dəl hərfini belə yazdıq da bu xəttin içində. Məsələn ra isə bax belə yazılacaq. Elə bir xətti kəsəcək. Biraz açıq formada olacaq bax belə. Ra. Tam əyronu, yəni belə də bu dəlin uzanmış forması. Bax belə deyək. Bu ra hərfidir. Deməli, ra hərfi oldu. Bu ra. Sonra özündən sonra heç bir hərflə birləşmir. Bəzən qalın olur, bəzən incə olur. Sonra növbəti hərfimiz isə zə hərfidir. Zə. Buna zeyn də deyirlər. Belə bir adı var. Zə və zeyn. Yəni z səsini verir konkret. Amma incə səsdir, incə. Çünki yəni məsələn keçən dəfə zəl pəltə hərfini keçmişdik. Vəl, zəl. Deyəndə də pəltək demək lazımdır. Bu isə yəni pəltək deyil. Bu da özündən sonra heç bir hərflə birləşmir. Necə tələffüz edirik? Dilin ucu aşağı kəsici dişlərin ortasına toxundurur. Məsələn rada dişlərin kökünə toxundurdu. Burada aşağı kəsici dişlərin ortasına toxunur. Z kimi tələffüz olunur. Bunların hamısının oxunuş qaydalarını, necə yazılmasını, çap hərflə kitabda necəsə elə videonun axırında göndərəcəm, narahat olmayın. Sadəcə mən səsləndirməni eləyim ki, necə olur. Ondan sonra özünüz oraya baxanda təkrarlamış olacaqsınız. İndi bu hərflərin əvvəldə və ortada, sonda əslində iki cür yazılır. Yəni o formasına baxaq gör necə olacaq. Deməli belə, ra hərfimiz axı biz dedik özündən sonra heç bir hərflə birləşmir. Sərbəst formasını bura yazmışam. Bu ra hərfidir. Deməli, mən zəl hərfi necə yazıldığını demədim bayaqlarım. Sözü dedim, o da ra kimidir, üstünə nöqtə var. Unutmuşam onu deməyi, yəni necə yazıldığını. Zə hərfi ra'nın eynisidir, sadəcə üzərində nöqtə var. Yəni haqqında hər məlumatı verdim, amma hərfi yazmadım. Bunu da yəni bir tərəfə yazmış olum. İndi əvvəldə, ortada, sonda yazanda görəcəksiniz təkrar. Tamam. Ra hərfi özündən sonra heç bir hərfə birləşmədiyinə görə əvvəldə bax belə yazılır. Burada belə tire qoyulur. Çünki yəni özündən sonra heç nə birləşmir də. Məsələn növbəti hərf gəlsə boşluq olacaq, yəni hərf gələcək. Əvvəldən gəldiyinə görə bu tərəfdən birləşmə onsuz da yoxdur. Yəni özündən sonra da yoxdur. Qısası, yəni sərbəst formada necə yazır, elə yazacaq.
İndi gəlirik ortada necə yazılır. Özündən sonra hərflə birləşmir. Deməli, özündən qabaq birləşəcək. Axı ortada gəlib, buradan birləşmə olacaq. Hər hansı bir hərfə, buradan yenə olmayacaq. Oldu mu? Yəni, məsələn, hər hansı bir hərf tutaq ki, ləm hərfi gəlib, belə yazılacaq. Biraz boşluqla yazılacaq. Bu da belə. Bu da yəni çıxıntını qoyuram ki, buradan birləşəcək. Axı ortadadır. Və sonda, yenə sonda gələndə, özündən olsa sonda qutar deyib olmur. Buradan yenə çıxıntı olmalıdır ki, axı burada bir hərf gələcək, ona birləşsin. Düzdürmü? Bax belə. İndi Z hərfini yazaq. Bunları pozum tez bunların yerinə yazım. Deməli, Z hərfi, bax, nöqtəsi olacaq başında. Eyni hərfi nöqtəsi. Nöqtə, nöqtə və nöqtə. Bax, bu formada olacaq. Eyni qaydanın. Bu hərf də özündən sonra heç bir hərflə birləşmir və iki formada var. Sərbəst forma və bu forma, ortada və sonda forma eynidir. Yəni, iki cür yazılır, ona görə deyirlər ki, ikisi formada görünür. Eyni qaydala əlif hərfi də, dəl hərfi də, zəl hərfi də, ra və zədə. 5 hərfimiz var indiyə qədər öyrəndiklərimizdən ki, özündən sonra heç bir hərflə birləşmir. Dərsimiz bu qədər. Ümid edirəm ki, sizə faydalı olar. Növbəti dərslərdə görüşərik inşallah. Hələlik.